Deməli, 20-ci suala baxaq. Burada deyilir ki, 0, 1, 2, 3 rəqəmlərindən düzəldilmiş bütün 4 rəqəmli kodlar artma sırası ilə yazılmışdır. Siyahının əvvəli aşağıdakı kimidir. Sıra nömrəsi 215 olan kodu müəyyən edin. Deməli, baxın, burada sıra nömrəsi 1 olan kod 0000 şəklindədir. Məlum məsələdir ki, 0, 1, 2, 3, 4 rəqəmlərindən düzəldilən kodların biz hamısını yazsaq, burada əslində dördlük say sisteminin rəqəmlərindən istifadə etmiş oluruq. Çünki 0, 1, 2, 3 dördlük say sisteminin rəqəmləridir. Yəni bunu mən dördlük say sistemində təsəvvür etsəm, bu onluq say sisteminə çevirəndə bu 0-dır. İkinci nömrədə 0001 dayanıb. Bunu da biz onluq say sisteminə çevirsək, bu olasıdır 1. Üçüncü sırada 0002 dördlük say sistemində dayanıb. Bunu da yenə onluq say sisteminə çevirsək 2 olduğunu görərik. Yəni ki, sıra nömrəsi 1 olan element 0-dır. Sıra nömrəsi 2 olan element 1-dir. Sıra nömrəsi 3 olan element 2-dir. Onluq say sistemində. Hansı ki, sıra nömrəsi də onluq say sistemindən ifadə olunur axı. Baxın, buradan belə bir qənaətə gələ bilərik ki, sıra nömrəsi ədədin özündən bir vahid böyükdür. Bizdən soruşur ki, məsələn, davam edirik. Sıra nömrəsi 215 olan ədədin ədəd necə olar? Yəni hansı ədəd olar daha doğrusu? 0, 1, 2, 3 rəqəmlərindən düzəldilməklə. Baxın, sıra nömrəsi 215 olan ədədi dördlük say sistemindən onluq say sisteminə çevirsək neçə olasıdır? Burada baxın, 1-də 0-dırsa, 2-də 1-dirsə, 3-də 2-dirsə, 215-də də 214 olacaq. Düzdürmü? Onluq say sistemində 214 olasıdır. Bəli. İndi 214 onluq say sistemindədir. Biz burasını tapmaq istəyirik. Yəni onu dördlük say sisteminə çevirmək istəyirik. Onluq say sistemindən hər hansı bir say sisteminə keçəndə bilirik ki, bölmə qaydasından eləmək lazımdır. 214-ü 4-ə bölürəm. 21-də 4 5 dəfə. Deməli 1, 4-ü düşürürəm. 14-də 4 3 dəfə. 12 oldu 2. 53-ü 4-ə bölürəm. Yəni burada 4-dən kiçik bir ədəd alınana qədər davam edir proses. 53-ü 4-ə böləndə 5-də 4 1 dəfə. 3-ü düşürürəm. 13-də 4 3 dəfə. Qalıq oldu 1. 13-ü 4-ə böləndə 3 dəfə olur. 12 qalıq oldu 1. Baxın, burada fikir verin. Hər bir ədəd 4-dən kiçikdir. Və bilirik ki, onluq say sistemindən hər hansı say sisteminə çevirəndə ən sonda aldığımız cavabları, yəni 3,